Deməli uşaqlar, üçbucaqlar mövzusunda üçbucaq nədir? Bir düz xətt üzərində olmayan üç nöqtənin ardıcıl birləşməsidir. Tərəflərinə A, B, C yazsaq, onda bu üçbucağın A tərəfinin qarşısına alfa, B tərəfinin qarşıdakı bucağa beta, C tərəfinin qarşıdakı bucağa da qamma desək, bucaq ilə tərəf arasındakı əlaqə əmələ gəlir. Bucaqla tərəf arasındakı əlaqə nədir? Təbii ki, o əlaqə odur ki, əgər hər hansısa bir tərəf böyükdürsə, onun qarşısındakı bucaq da ən böyük olmalıdır. Yəni, A əgər böyük olsa B-dən, o da böyük olsa C-dən, onda burada həmin alfa böyük olmalıdır beta-dan, o da böyük olmalıdır qammadan. Bəzən indi bunu suallara görəcəksiniz, ya deyəcək hansı böyükdür, hansı kiçikdir. Bəzən böyüklüyə, kiçikliyə görə sizə deyəcək ki, məsələn də bunun belə deyək də modullarına verəcək, deyəcək həll ilə sadələşdirir, elə suallar da olacaq. Digər tərəfdən üçbucağın digər bir qaydası odur ki, üçbucaqda daxili bucaqların cəmi 180 dərəcə olmalıdır. Bir də hər bir bucağın da özünə uyğun xarici bucağı olduğuna görə beta 1, qamma 1, alfa 1. Hər birində özünə uyğun xarici bucaq olduğuna görə həmin o xarici bucaqların cəmi də nədir uşaqlar? 360 dərəcədir. Biz burada bir dənə qayda ortaya çıxarırıq ki, üçbucaq mövzusunda iki dənə daxili bucağın cəmi, məsəl üçün, deyək ki, burada götürək alfa ilə betanı. Bu alfa ilə betanı toplayanda ona qonşu olmayan xarici bucaq əmələ gəlir. Alfa ilə betaya qonşu olmayan xarici bucaq haradır? Qamma 1-dir, yəni bərabərdir qamma 1-ə. Onda belə çıxır ki, alfa ilə qammanın cəmi nəyə bərabər olmalıdır? Beta 1-ə. Onda belə çıxır ki, beta ilə də qammanın cəmi nəyə bərabər olmalıdır? Alfa 1-ə. Və keçdik üçbucağın varlıq şərtinə, üçbucaq bərabərsizliyinə. Üçbucaq bərabərsizliyi nədir? Üçbucaq bərabərsizliyində bir üçbucağın mövcud olmasıdır. Hansı hallarda mövcud olur? 4 dənə hal var. O 4 halı əzbər bilmək lazımdır. Biz keçənləri bir hal keçirdik. Amma bu il 4 dənə hal icra edirik. İmtahana 4 halın 4-ə düşə bilər. Deməli, birinci hal hansıdır ki, heç bir bucaq sənə verməyə bilər burada. Yəni, heç bir bucaq haqqında məlumat verməyə bilər. Və bucaqlar haqqında məlumat olmadığına görə də biz burada ancaq bir qaydanı tətbiq edirik. İki tərəfin fərqinin modulu ilə cəmi arasında yerləşməsini deyirik. Məsələn, üçbucaq götürürəm. Bura 2-dir, bura 5-dir, buranı axtarıram. X-in ala biləcəyi minimum qiymət 3-dən böyük olmalıdır, 7-dən kiçik olmalıdır. Bu oldu birinci şərt. İkinci şərtimiz nədir uşaqlar? Üçbucaqda hər hansı bir bucağın iti bucaq olması haqqında qayda verə bilər sizə. Bu 9-lara düşmür, amma onlara 11-lərə imtahana düşür. 90 dərəcədən kiçik olması haqqında məlumat verir. Yəni, buna nə deyirik uşaqlar biz? İti bucaq deyirik. İti bucaqda da təbii ki, qayda necədir? İti bucağın qaydası odur ki, ümumiyyətlə həmin o qayda özünü doğruldur yenə də, amma burada fərqli bir şey var ki, üçüncü tərəfin ala biləcəyi qiymət Pifaqor ədədindən, yəni kök altında A kvadratı plus B kvadratından kiçik olmalıdır. Digər tərəfdən də uşaqlar elə fərqinin modulundan da böyük olmalıdır. Bu oldu ikinci qaydası. İndi üçüncü qaydasını yazaq. Üçüncü qaydası nədir uşaqlar? Üçüncü qaydasında artıq kör bucaq olması haqqında məlumat verəcək. Həmin alfanın 90-dan böyük olması haqqında. Düzdür, 90-dan böyük hissəsindən kiçik ta yazmıram ki, vaxtımız getməsin. Bu halda da uşaqlar nə olacaq? Təbii ki, deməli oldu üçüncü tərəf Pifaqor ədədindən böyük olmalıdır. Yəni A kvadratı plus B kvadratından böyük olmalıdır. Amma nədən kiçik olmalıdır? Təbii ki, onsuz biz bilirik ki, həmişə üçüncü tərəf cəmdən kiçik olur deyə artıq cəmdən kiçik olur. Elə bilin ki, bu iki dənəsi bunlar arasında keçid rolunu oynayır. İti bucaq deyəndə A çıx B-dən Pifaqora qədərdir. Üçüncü halda artıq Pifaqordan həmin A plus B-yə qədərdir. Yəni kök altı A kvadrat plus B kvadrat Pifaqordur. Dördüncü halda onsuz da hamı əzbər bilir. Dördüncü hal nədir uşaqlar? Elə Pifaqor teoreminin özüdür. Bura A, bura B, bura C yazanda olur. A üstə kvadratı gəlir. B kvadratı bərabər C kvadratı. Deməli, burada da uşaqlar buna deyirlər Pifaqor. Başqa dəlik saxla.